bu günləri Ulu Öndərin 102 illiyinə gəlmişəm onu ziyarətə. Qatı dərsi olaraq, ictimai fəal olaraq gəlmişəm onu ziyarət eləməyə. Öz həyatimin gülü ilə və orijinal gülü ilə, orijinal güllə gəlmişəm bu böyük şəxsiyyəti. Onun 102 il dönümünə onu gəlib ziyarət edir. Allah sizə rəhmət eləsin. Ay Ulu Öndər, sizin hesabınıza bütün bu respublika yaşayır, nəfəs alır, sözün deyir. Amma bəzi məmurlar İlham Əliyev cənabları ictimai fəallara söz verib, qatı edicilərə negativ hallar haqqında məlumat verir. Niyə narahat olurlar məmurlar? O kişi İlham Əliyev cənabları göstəriş verib, rəsmi müraciəti var, o da qoyacaq. Nə negativ hallar var onu deyin. Çatdırın mənə. Birbaşa prezident aparatına məktublarınızı göndərin, haraysa sizi. Mən də bu qatı ictimai fəal Yeni Şirvanlı Info saytının baş redaktörü kimi mən o İlham Əliyevə, Heydər Əliyevin yadigarına arxalanıram. Allah sənə rəhmət eləsin, Ulu Öndər. Allah sənə min rəhmət eləsin. Öz həyat güllərimi də, orijinal həyatımdan gələn gülləri bu kişiyə ərmağan edirəm. Allah bu kişiyə qəni-qəni rəhmət eləsin. Minnətdaram, var olasınız. Allah sənə rəhmət eləsin, Ulu Öndər. Heydər Əliyev. Allah sənə min rəhmət eləsin. Mən indi vətəndaşlara daim müraciət edirəm ki, ictimai nəzarət haqqında yavaş gedir bu proses, yavaş, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini elə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi prezident administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər gizlədirdilər bəziləri. Əvvəllər kimdən ki şikayət edirlər, ona göndərirdilər. O da sonra həmən o şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır. Amma bu artıq tendensiyadır, bu meyildir. Ona görə cəmaət da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı mən əvvəllər mətbuatdan alırdım. Mənə çatmırdı, gizlədirdilər. Bu böyük çətinliklər yaradırdı.